Əgər sənə kimsə gözlərini yum və mənə inan deyirsə, bil ki, gözünü açanda itirəcək bir şeylərin olacaq. Desmond Tutu deyirdi ki, Avropalılar Afrikaya gələndə onların əlində İncil, Afrikalıların əlində isə zəngin torpaqlar var idi. Avropalılar dedilər, gözlərinizi yumun və dua edin. Gözlərimizi açanda gördük ki, bizim əlimizdə İncil, onların əlində isə bizim torpaqlarımız var. Bu cümləni eşidəndə çoxunuzun ürəyi ağrıyır, elə deyilmi? Yazıq Afrikalılar, qəddar və hiləgər Avropalılar deyə düşünürsüz. Romantik hissləri bir kənara qoyun. Çünki bu sadəcə bir din və ya müstəmləkə hekayəsi deyil. Bu insan psixologiyasının və gücün universal qanunudur. Əgər insanı idarə etmək istəyirsənsə, onun qılıncını əlindən alma, onun ruhunu ram et. Din ən ucuz və ən təhlükəli manipulyasiya aləti kimi. Machiavelli əsrlər əvvəl yazırdı ki, bir hökmdar üçün dindar görünmək həqiqətən dindar olmaqdan daha vacibdir. Niyə? Çünki din heç bir ordunun malik olmadığı bir gücə sahibdir. İnsanları könüllü tabeçiliyə məcbur edir. Totla tüfənglə bir xalqı işğal edə bilərsiniz. Amma onları daimi nəzarətdə saxlamaq üçün hər küçəyə bir əskər qoymalısınız. Bu isə baha başa gəlir. Amma onlara bir kitab, ilahi qorxu və o biri dünyada cənnət vədi versəz, artıq hər insanın beyninə öz əskərinizi yerləşdirmiş olursunuz. Avropalılar Afrikaya ordulardan əvvəl missionerlər göndərmişdilər. Missionerlər yerli xalqa nəyə öyrətdi? Sizə zülm edənləri bağışlayın. Bu dünya müvəqqətidir. Sərvət insanı azdırır. Həlim və itaətkar olun ki, göylərin məmləkətinə qovuşasınız. Nəticə, Afrikalılar göylərə baxıb cənnət xəyalları qurarkən, Avropalılar yerdəki qızıl və almaz mədənlərini qazırdılar. Machiavellinin dediyi kimi, insanlar o qədər sadə löftülər ki, aldadan şəxs həmişə aldanmağa hazır olan birini tapacaq. İndi düşünən adam sizi manipulyasiyanın anatomiyasına nəzər salmağa dəvət edir. Bəs bu manipulyasiya necə işləyir? Din vasitəsilə insanların reallıq hissi necə köşaldılar? Güclülər həmişə zəiflərin fədakar olmasını istəyir. Sizə bu dünyada dözün deyənlər özləri bu dünyanın bütün ləzzətlərini dadırlar. Sizi yoxsulluqla imtahan olunduğunuza inandırırlar ki, onların zənginliyini sorğulamayasınız. İnsanı idarə etməyin ən asan yolu onu günahkar hiss etdirməkdir. Sən anadan gəlmə günahkarsan. Xilas olmaq üçün isə sistemə itaət etməlisən. Mütləq itaət mədəniyyəti. Dində sorğulamaq yoxdur, təslimiyyət var. Manipulativ güclər üçün bundan daha gözəl nə ola bilər? Sorğulamayan, etiraz etməyən, hər bir bəlanı tale və qismət adlandıran insan hər bir manipulyatorun arzusudur. Machiavelli deyirdi ki, din kütlələri birləşdirmək və dövləti gücləndirmək üçün mükəmməl bir yapışqandır. Amma eyni zamanda o yapışqan kütlənin gözlərini bağlamaq üçün də istifadə oluna bilər. İndi çoxunuz düşünürsünüz ki, bu keçmişdə qaldı. İndi 21-ci əsrdir. Biz daha ağıllıyıq. Həqiqətənmi? Format dəyişir, amma manipulyasiya mexanizmi eynidir. Sənə xəyali bir dünya satırlar ki, real dünyadakı varlığını əlindən alsınlar. Mətnin əvvəlindəki sitata qaydaq. Afrikalılar aldadıldı, çünki qarşılarındakı sistemin vahid amalını görmədilər. Güc və sərvət. Machiavellinin bizə öyrətdiyi ən böyük dərs sarsıdıcıdır, amma realdır. Dünyanı idarə edənlər sizin ruhunuzun xilası ilə maraqlanmırlar. Onlar yalnız öz imperiyalarının davamlılığı ilə maraqlanırlar. Əgər siz öz real dəyərlərinizə, ağlınıza sahib çıxmasanız, kimsə gəlib sizə gözəl nağıllar danışacaq və siz nağılın sonunu gözləyərkən reallığınızı oğurlayacaq. İndi özünüzə sual verin. Ən son kimə gözü yumulu inanmısınız? Gözlərinizi açın. Çünki tarix aldadanları deyil, sadəlövlüklə aldananları cəzalandırır.